Herkese salam dostlar, yepyeni Free Fire videomuza da xoş gəldiniz. Dostlarım, bu dəfəki videomuzda da hesablarınızı puanlayacağım. Əvvəlcə sizlərə günün sualını təqdim etmək istəyirəm. Oyuna ilk gələn oğlan karakteri hansıdır? Bilən varsa kommentlərə yaza bilər. Görək bu suala neçə nəfər düzgün cavab verəcək. İndi isə gələk hesab puanlamağa. Dostlarım, nəzərinizə çatdırım ki, videolar çox uzun getməsin deyə mən hər videoda 30 dənə ID puanlayıram. Əgər bu videoda da kimlər ki öz ID-sini görməsə, yenə bu videonun şərh qisminə ID-sini yenidən göndərsin. Narahat olmayın. Tez ya gec sizlərin də ID-si videolarda görünəcək. Ona görə də izləmədə qalın və səbirli olun. İndi isə keçək videoya. Videoya başlamazdan öncə kanala abunə olub, videolara like atmağı unutmayın. Əgər bu videoya da ən az 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Baxın dostlar, bu səfər ciddiyəm. Bu videoya əgər 400 like gəlməsə, bu serinin davamını təəssüf ki gətirməyəcəm. Ona görə də bacardığınız qədər dəstək olun, abunə olun, like atın ki, mən də videoları daha tez-tez gətirim. Yəni sizdən çətin bir şey tələb olunmur. Abunə olursunuz, bir də like atırsınız da. Yəni bundan asan nə ola bilər ki? Nəysə, vaxt itirmədən videoya keçək. İlk aydımız budur, Old Boss, kim bunlar klanındandır? Bir dənə like atdıq dostumuza. Qəşəng pis deyil, kanusu var, 2 ədəd mələk şalvarı var, ürək ifadəsi var. Neçə evo var ümumilikdə? Deməli, 7 ədəd evosu var dostumuzun. Peçat hesabdır, pis deyil. 10 üzərindən 8 verərəm. Keçək növbəti ID-imizə. Növbəti ID-imizə kopyalayıb yapışdırırıq dostlar. Ağzılı mini, çox böyük ehtimal xanım oyuncusudur. Hesabın qəşəkdir. Bu MP5 hələ də mənə çatmadı uşaqlar. Nəysə, deyəsən başını buraxacam. Bu MP5 hardan alırsınız siz? Aha mı da var bu? Bu ya çox böyük ehtimal hansı etkinlikdə bir elmasa falan verilib. Yəni mən onu qaçırmışam. Burada dostumuzun üst paltarı var. Köhnədir, amma elə də çox istifadə olunmur. Əla, qəşəng hesabdır. İnşallah bunun səviyyəsini artırarsan, hesabı daha da güclü bir hala gətirərsən dostum. 10 üzərindən 5. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyalayıb yapışdırırıq. Ooo, 80 səviyyə. Qəşəng, qəşəng. Bəyəndim səni. M4A1 Max. Oo, çox qəşəng hesabdır. Çox qəşəng hesabdır uşaqlar. Hesabımızda deməli nələr var? Taxt ifadəsi var, sayonara boyun ifadəsi var, McLaren ifadəsi var. Əla, əla. Baxaq görək boya paslar. Danışmağa ehtiyac yoxdur, fuludur. Hücum 2 ayaqlanma rozeti. Neçənci elitdir uşaqlar? Bilən varsa kommentə buyura bilər. 10 üzərindən 10. Keçək növbəti ID-imizə. Növbəti ID-imiz budur dostlar. O, deyəsən bu dəfə əməlli başlı qəşəng ID-lər gəlir ha. Keçən dəfəyə nisbətən daha qəşəng ID-lər gəlir. Old hesabdır. Qəşəngdir. Caz pantolonu falan var dostumuzun. Boya paslardan çox da açılmayıb. Unutulmuş rozeti adında bir elitdir. Bilən varsa kommentə yazsın neçənci elitdir uşaqlar. 10 üzərindən 7. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyalayıb yapışdırıq dostlar. Azi Elmir adında istifadəçimizdir. O, bizim fanımızdır. Əla, pis deyil. Təşəkkür edirəm. Bu arada uşaqlar, bu şəkildə yazmaya da bilərsiniz. Məsələn, yaza bilərsiniz ki, Azılı Astro YouTube-dan takip atın. Məsələn, baxın, bu tərz olsa daha qəşəng olar. Ən azından mənə dəstək edən şəxslərin sayı artar. Yəni, yenə də belə də yazırsınız, təşəkkür edirəm, ürəksiz hər biriniz. Deməli, qara gözü var dostumuzun, divar deseni var, M14 deseni var, qəşəng pis deyil. Normalda 10 üzərindən 6 verəcəkdim bu hesaba. Sən mənim fanım olduğuna görə 10 üzərindən 7 gələr. Keçək növbəti ID-imizə. Növbəti ID-imiz budur dostlar, Sako adında oyuncudur. Giriş effektinin qəşəngdir bu arada, düzdür, təzədir, amma qəşəngdir. Dostumuz profildə, baxın, belə bir katana, yox, tırpan deseni, bəli, tırpan desenidir. Bir də bu MP5, hər hesabda var da ki, mənə çatmadı da. Bir də mənim hesabımda yoxdur, əlindəki bu MP bu arada oxdur. Əla, 10 üzərindən 5. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyalayıb yapışdırıq dostlar. M.Y. Atakan adında oyuncumuzdur. Kombinin qəşəngdir, normaldır. Belə bir silahımız var, oyun deməli ilk açılan hesablarda verir. Ceviz kran var. Əla, pis deyil. Boya paslara gəlin baxaq. Elə də çox açılmayıb, amma qəşəng hesabdır. 10 üzərindən 5. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyalayıb yapışdırırıq. Ağayev adında oyuncumuzu kürəsəl oyuncusudur. Like elədim. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, yox 7 ədəd. 7 ədəd evosu var dostumuzun. Əla, pis deyil. 10 üzərindən 10. Hesab qəşəng hesabdır. Uşaqlar, bu arada profilə yazdığınız sözlərə diqqət yetirin, çox xahiş edirəm. Düzdür, burada söyüş yoxdur, amma yenə də bu tərz yazılara yol verməyin, çox xahiş edirəm. Çünki bu ID incələmədə bizə deməli yaş kateqoriyası aşağı olan şəxslərdə baxır.
Onlara biz belə deyək də düzgün bir şəkildə örnek olmalıyıq. Bu şəkildə örnek olmamalıyıq. İndi oyunda yazırsınız, problemi yoxdur, amma ən azından əgər ID puanlamasına verirsinizsə hesabınızı, profildə bu tərz şeylər yazmayın. Çox xahiş edirəm sizdən. İndi söyüş olsaydı yenə də bunu videoya götürməyəcəkdim. Eybi yox, problemi yoxdur. Hesaba da deyəsən puan verdik də. Hə, bəli, puan verdik 10 üzərindən 10. Keçək növbəti ID'mizə. Azılı Şeyx abunə ol. Keçdik abunə olarsınız dostlar. Dostumuz deyəsən YouTuber'da 2 ədəd evosu var dostumuzun. Əla, pis deyil. Düşmə effekti falan var. İfadələrindən də ikisini qoyub bura. Qəşəngdir. 10 üzərindən 6 gələr. Keçək növbəti ID'mizə. Deat adında oyuncumuzdur. Haylaz FF. Onu bu arada kommentlərində görmüşdüm bu şəxsi. Boya pasına bax, sonuncu 4 ədəd boya pası açıb dostumuz. Deməli, Büyüləyici Gecələr Rozeti adında bir elitdə açılıb hesab. Bilən varsa neçənci elitdir, kommentə yaza bilər. Bu arada mən sizə verdiyim suallar var, baxın bu neçənci elitlərdir falan. Bunların hamısını düz yazan olsa halaldır da, yəni. Konkret halalı başqa sözüm yoxdur. Çünki mən belə 8 ilin oyuncusu olmama baxmayaraq bunları əzbərə bilmirəm neçənci elitdir. Yəni saymamışam. Nəysə, hesaba göz gəzdirdiyimizdə burada bir ədəd qrup ifadəsinin olduğunu görürük uşaqlar. Bir ədəd baxın, o qəşəng paltarda, bu hər hesabda yoxdur. 10 üzərindən 6. Keçək növbəti ID'mizə. Növbəti ID'mizi kopyalayıb yapışdırıb dostlar. FF Relax adında oyuncumuzdur. Astro fanatınam Quran haqqı bir like nə olar? Problemi yoxdur əzizim. Like'ın da azdır bu arada. Yəni çalış biraz like kasasan, dünyadakı adamlardan falan like istəyəsən, bazardan qədər. Deməli, qəşəng hesabdır, pis deyil. Normalda 10 üzərindən 4 verəcəkdim. Amma mənim fanım olduğuna görə mən sənə verirəm 10 üzərindən 5. Bu arada dostlar, kim ki məni baxın bu tərz profilində reklam edirsə, əlavədən məndən bir hal qazanır. Keçək növbəti ID'mizə. YouTube RamoFF abunə ol. Kim istəyirsə keçdiyib abunə ola bilər. Qəşəngdir dostum, hesabım pis deyil. 10 üzərindən neçə verir uşaqlar? 10 üzərindən 5 gələr. Keçək növbəti ID'mizə. Növbəti ID'mizə kopyalayıb yapışdırıb sürətli bir şəkildə Amızı Legend adında oyuncumuzdur. Azılı Astro sevilirsən. Təşəkkür edirəm əzizim. Baxaq dostumuzun hesabına. Səviyyəsi azdır dostum. Çalış biraz rank falan kas ki, səviyyən sürətli bir şəkildə artsın. İnşallah səni yüksək səviyyələrdə görərik. Qəşəngdir. Baxın bu paltar xüsusilə qəşəng paltardır. 10 üzərindən 4 verəcəkdim, amma sən də mənim fanımsan deyə 10 üzərindən 5 gələr. Keçək növbəti ID'mizə. Deməli, dostumuzun adı nədir? Qarayev. Əla, pis deyil. Baxaq dostumuzun deməli düşmə effekti falan var. Oo, pis deyil, 2 ədəd düşmə effekti var bu arada. Qrup ifadəsi var. Deməli, saçı falan qəşəngdir, maskası qəşəngdir. Əla, pis deyil. 2 ədəd evosu var dostumuzun. Boya paslara baxanda bəziləri açılıb, bəziləri açılmayıb. Neçənci elitdən aktivdir? Sonsuz hisslik rozeti. Bilən varsa kommentariyaya yaza bilər. Neçənci elitdən aktivdir hesab. Hesabın kasası rahat bir 300 olar da. Yəni belə baxıram ki 300 olacaq rahat. 2 ədəd evoya görə neçə puan verir uşaqlar? 10 üzərindən 7. Keçək növbəti ID'mizə. Azılı Astronun kanalına abunə olun. Baxın bu tərzdə yazın mümkünsə. Qəşəng bəyəndim, halaldır. Dostumuzda da həmin bax bu MP5 var. Mən artıq dəli oluram bunu. Siz hardan alırsınız uşaqlar? Mənə çatmır. Nəysə, baxırıq belə UMP deseni falan var. SKS, SCAD, nə bilim qara göz. Həmin o bilmədiyim o MP5 deseni mənə hələ də çatmadı. Biri çox xahiş edirəm başa salsın onu. Hə. Gəldik puan verməyə. Normalda hesab verəcəkdim 10 üzərindən 5 qara göz olduğuna görə. Amma sən mənim fanatımsan deyə 10 üzərindən 6 verirəm. Keçək növbəti ID'mizə. Bu arada dostlar, bura qədər gəlmişsə və hələ də kanala abunə deyilsinizsə, çox xahiş edirəm. Bir dənə kanala abunə olun, bir də videolara like atın. Dediyim kimi, əgər bu videoya ən az 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Bir çoxunuz yazırsınız yorumlara ki, Astro, qaqam, bu serinin davamını gətirir, bu serinin davamını niyə gec-gec gətirirsən dostlar? Çünki bəyənən yoxdur. Təsəvvür edin, 2000 nəfər izləyib videonu, amma 270 nəfər like edib. Bu bilirsiniz nə deməkdir uşaqlar? Yəni belə çıxır ki, bu seri bəyənilmir. Yenə dediyim kimi, əgər bu videoya da ən az 400 like gəlməsə, təəssüflər olsun ki, dostlar, bu serinin davamını gətirə bilməyəcəm. Ona görə də bazardığınız qədər like eləyin, abunə olun, dəstək olun ki, mənə də motivasiya gəlsin və mən də bu tip videoların davamını gətirim. Yenə də dəstək olanlar da hər biriniz ürəksiz təşəkkür edirəm dəstəkçilərə, xüsusilə hörmətim var. Keçək növbəti ID'mizə. Növbəti ID'mizi kopyalayıb yapışdırırıq dostlar sürətli bir şəkildə. FS Crazy adında oyuncumuz da Free Shop klonundandır. Qəşəngsən, bəyəndim səni, əla. Pis deyil. Dostumuzun bir ədəd evosu var. Özdə Free Shop 1 var, Padelka Free Shop. Bu orijinal Free Shop'da da ha. Deməli, bir neçə dənə boya pas açılıb, neçənci sezondan başlayıb. Hellsport rozeti. Bilən varsa kommentə yazsın, neçənci elitdir. Qəşəng, amma old elitlərdən də açılıb, old hesabdır. Pis deyil. 10 üzərindən 6 gələr. Keçək növbəti ID'mizə. Növbəti ID'mizi kopyalayıb yapışdırıq dostlar sürətli bir şəkildə. F1 Legend adında oyuncumuzdur.
Deməli 3 level MP5-i var dostumuzun. İfadələrini bura yerləşdirib. Bir ədəd qrup ifadəsi var. Əla pis deyil və mənim bilmədiyim həmin MP5 desenidir. 10 üzərindən neçə verək uşaqlar? Evo'ya görə 10 üzərindən 6 gələr. Keçək növbəti aydınımıza. Dostumuzun adı Ənkədir. Elə həqiqətən də hesabı Ənkədir. Qazaxlıyam. Maşallah qəşəng hesabım var dostum. Çox qəşəng hesabım var. Bugün nəsə olub. Həqiqətən də çox adamın hesabı əladır da. Yəni buna da baxın, Evo'ların hamısı fulldur uşaqlar. Ağ saç var, sarı bədən var. Hesab fulludur. Sadə ayaq var, Astro ayaqqabısı var, kuşanıb bu arada Poker MP40 var. Yəni var ki var uşaqlar, yoxdur. Həqiqətən bəyəndim. Çox qəşəng hesabdır. 10 üzərindən 10 gələr. Keçək növbəti aydınımıza. Növbəti aydınımız budur dostlar. Tez bir şəkildə baxaq. Dostumuzu likelayıram. Profil girişin çox qəşəngdir. Göy ayaqqabısı var. Qəşəng. Şalvar da dəyərlidir. Alok saqqalı var. Əla. Deməli 1, 2, 3, 4 ədəd Evo'su var. Atölyelərdən də var. Kanunsu var. 3 ədəd mələk şalvarı var. Əla da yəni var ki var dostum da. Bundan artıq nə istəyirsən 10 üzərindən 9 gələr. Keçək növbəti aydınımıza. Dexter adında bir oyuncumuzdur. Bir dənə dostumuza like. Sarı kanunsuz var. Bəyənirəm bu arada bu kanunsuzu. Bir ədəd Famas Evo'su var dostumuzun. Əla, pis deyil, pis deyil. 10 üzərindən 6 gələr. Keçək növbəti aydınımıza. Növbəti aydınımız budur dostlar. Aliyev adında bir oyuncumuzdur. Qəşəng hesabdır. Mənim o bilmədiyim yenə MP5. Artıq heç nə deməyəcəm. Deməli, boya paslardan da dostumuz 1 il əvvəl hesabı açıb. Amma 1 ilə görə, yəni qəşəng nəticədir. Qəşəng yığıb hesabı. Aktiv oyuncudur belə çıxır. Əla, pis deyil. 10 üzərindən 5 gələr. Keçək növbəti aydınımıza. C adında bir oyuncumuzdur. Bir dənə like atdım sənə də. MP5 deseni var. Əla, pis deyil, pis deyil. Paltarlarını yığmışam bura, demək olar hesabında əsas paltarları. Neçə verək uşaqlar? 10 üzərindən 5 gələr. Keçək növbəti aydınımıza. Növbəti aydınımızı tez bir şəkildə kopyalıb yapışdırırıq. İndi Yapon adında oyuncumuzdur. Refah köhnələrdən. Deməli dostumuzun 2 ədəd Evo'su var. 1 ədəd deməli Kalashnikov var. Bu Drakon AK deyirlər hansı ki. Deməli gül ifadəsi var, taxt ifadəsi var, sayonara boyu var. Özü 2 ədəd sayonara boyu ifadəsi var. Bu da dəyərlidir, qəşəng paltardır, pis deyil. Bu da dəyərlidir. Caz pantolon, ağ ayaqqabı. Əla da yəni var ki var 10 üzərindən 7 gələr. Keçək növbəti aydınımıza. Növbəti aydınımızı kopyalıb yapışdırıq dostlar sürətli bir şəkildə. Dostumuzun adı yoxdur. Random bir şəkildə seçilmiş adı istifadə edir. Amma FreeShop klanındandır. 15-ci FreeShop klanıdır bu arada. Bu realdır uşaqlar. Zəhmət olmasa like at 4K olaq. Bəli dostum atmışam zaten. İnşallah tezliklə 4K olarsan. Gəldik boya paslara. Bir ədəd boya pası açılıb dostumuzun. Ümid edirəm digər növbəti bütün boya pasları açmaq imkanı olar. Neçə verək uşaqlar? 10 üzərindən 5 gələr. Keçək növbəti aydınımıza. Növbəti aydınımızı sürətli bir şəkildə kopyalıb yapışdırıq. Dostumuz oyundadır bu arada. Bir dənə məndən sənə like gəldi. MP5 desenim var. Əla. Bir ədəd boya pasım. Yəni bunda da bir ədəd boya pas açıqdır. Niyəsə çox adamın bu boya pasdan xoşu gəlir. Çox adamda açıqdır bu boya pas. Əla dostumuz paltalarına bazara bildiyi qədər burada kuşanıb, ifadələrini kuşanıb. 10 üzərindən 5 gələr. Keçək növbəti aydınımıza. Növbəti aydınımız budur dostlar. Maga 17. Əla, MP5 deseni, AK deseni. Pis deyil dostum. Qəşəng hesabdır. Paltalar, futbolkaları falan kuşanıb. Katana deseni var. Əla, pis deyil dostum. Neçə verək uşaqlar? 10 üzərindən 4 gələr. Keçək növbəti aydınımıza. Növbəti aydınımız budur dostlar. Zong adında bir oyuncumuzdur. Çox qəşəng hesabdır. Oyda. Bəyəndim. Dostumuz YouTuber'dır bu arada. 662 səviyyə boya pas nədir qardaşım? 282-ni başa düşdük. 662 səviyyə nədir? Uyda. Trap rozeti uşaqlar neçənci elitdən aktivdir? Bilən varsa kommentə yazsın. Hesab çox möhtəşəmdir. Bəyəndim uşaqlar. Neçə verim elə 10 üzərindən 10 düşünmədən. Həqiqətən çox qəşəng hesabdır. Bəyəndim həqiqətən də. Sadəcə səviyyəsi azdır. Yəni 70 səviyyə olarsan sürətli bir şəkildə inşallah Allahın izni ilə. Əla hesab yoxsa belə. Bugünkü videomuzda da bu qədər dostlar. Ümid edirəm ki bəyəndiyiniz bir video olmuşdur. Əgər dediyim kimi bu videoya ən az 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Yaxşı deyərsin niyə 400 like-da? Yəni məqsədin nədir? Uşaqlar siz like etməyinə əslində mənə bir xeyir gəlmir. Sadəcə mən müəyyənləşdirirəm ki, yəni mənim videomu izləyən neçə nəfər bu serini bəyənir. Ona görə də müəyyən hədəflər qoyuram ki, yəni və onu müəyyənləşdirməyə çalışıram ki, görün bu serini neçə nəfər bəyənir. Mənim qoyduğum hədəfə çata bilirmi? Çata bilirsə, onda mən bu serinin davamını gətirirəm. Bu arada uşaqlar, yenə deyim,
dediyim kimi inciməyin, çox xahiş edirəm inciməyin. Çünki videolar çox həddindən artıq uzun olur deyə və eyni zamanda da mənim editləməyə həddindən artıq çox vaxtım gedir deyə hər adamın ID-sini videoya qoya bilmirəm. Ona görə də kimin ki ID-si hələ də videoda yoxdursa, çox xahiş edirəm hər səfərində ID puanlama videolarının komment qisminə yazın. Əvvəl-axır inanın ki, çalışacağam ki, hər birinizin ID-lərinə baxım uşaqlar. Ona görə də inciməyin, dəstəkçilərimsiz, hər biriniz mənim üçün ürəksiz, hər birinizə ayrıca hörmətlə yanaşıram. Təşəkkür edirəm də mənə dəstək olduğunuza görə minnətdaram. Allah min əvəzin versin deyirəm və bu videonu da burada sonlandırıram. Sağ olun, salamat qalın.